Azərbaycan Respublikası bütün digər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük miqyaslı işlərlə paralel olaraq sırf nəqliyyat kommunikasiya işlərinin bərpasını təmin etmək üçün Ermənistan sərhədinə kimi 110 kilometr uzunluğu olan dəmir yolunun xəttinin deməli planlaşdırılması, layihələndirilməsi, işlərin həyata keçirilməsinə hələ 2021-ci ildə start vermişdir və bugün həmkarıma mən onunla bağlı məlumat verdim ki, həmin işlərdə 24% artıq yerinə yetirilib və 2023-cü ildə tam bu layihə tamamlanacaq. Bununla paralel Azərbaycan işğaldan azad olmuş ərazilərinə Ermənistan sərhədi boyunca avtomobil yolunun uzunluğu 124 kilometr təşkil edir ki, bu işin də 27% tamamlanıb. Bu Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəliklərə nə qədər ciddi yanaşdığının əyani təzahürüdür. Ermənistanda isə bunun əksinə olaraq ziddiyyətli bəyanatlardan başqa real heç bir iş görünməyib. İki ölkə arasında biz normallaşma barədə danışarkən təbii ki, ən önəmli məqamlardan biri bu dövlət sərhədinin müəyyən edilməsidir və burada da yenə Azərbaycan öz öhdəliklərinə tam riayət etməklə komissiyanın formalaşmasına hazır olduğunu, heç bir qeyd şərtlər qoymadan komissiyanın fəaliyyətinin deməli təsis edilməsinə və başlanmasına öz hazırlığını bildirib. Bunun əksinə olaraq isə biz Ermənistan tərəfindən müəyyən hansı ilkin şərtlərini qoyma cəhdlərini biz müşahidə edirik və hesab edirik ki, belə bir yanaşma ümumi müsbət dinamikaya heç bir formada xidmət etmir. Hər zaman humanizm prinsipindən çıxış edən Azərbaycan indiyədək 1709 erməni hərbiçini meydini aşkar edərək Ermənistana təhvil verib. Ermənistan da nəhayət ki 1-ci Qarabağ müharibəsində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirməlidir. Ermənistan 30 il sonra 3890 Azərbaycanlının taleyinə aydınlıq gətirməsi ilə bağlı məsələ fevralın 4-də liderlərin video formatda keçirilən görüşündə də qaldırıldı. Amma sonradan bu ölkənin Xarici İşlər Nazirliyi heç bir hüquqa, insanlığa, məntiqə sığmayan bəyanatı ilə verdiyi vədi yerinə yetirməkdən boyun qaçırdı. Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman əməkdaşlıq tərəfdarı olub. Avropanın enerji təchizatında mühüm rol oynayan ölkəmiz bütün tərəfdaşları ilə səmərəli əlaqələr qurur. Bu sırada Moldova da xüsusi yer tutur. Bu diplomatik münasibətlərinin 30 ili tamam olan Moldova Azərbaycanla əlaqələrini, xüsusilə də Cənub qaz dəhlizinin strateji əhəmiyyəti kontekstində iqtisadi, ticari, investisiya və enerji sektorlarında əməkdaşlığı gücləndirmək niyyətindədir. Eyni zamanda tərəflər ildə bir dəfə dialoq şəraitində siyasi məsləhətləşmələr aparmağı məqbul sayır. İndiyədək iki ölkə arasında 65 sənəd imzalanıb və gələcəkdə hüquqi bazanın möhkəmləndirilməsi də müzakirə predmetidir. Moldova ilə Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və bu siyasət davam edir. Biz sülh prosesində də həmrəylik göstərmək niyyətindəyik. O cümlədən işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi istiqamətində Azərbaycana töhfəmizi vermək, ekspertlərimizi göndərmək istəyirik. Enerji bizim maraqlandığımız sahədir. Cənub qaz dəhlizinin fəaliyyətini izləyirik və dəstəkləyirik. Moldovada Azərbaycan kapitallı 130 şirkət fəaliyyət göstərir və biz bu rəqəmi eyni zamanda hökumətlər arası əməkdaşlıqla yanaşı xalqlar və iş adamları arasında əlaqələrdə də gücləndirmək istəyirik. Niko Popescu pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın Moldovaya etdiyi yardıma görə də təşəkkürünü bildirdi. Südabə Cahangirli, Sehrac Azadoğlu, ASTV xəbər.